Dostlar, xahiş edirik ki, hamınız özəlləşdirmə çekləri qrupunda bu məlumatları paylaşın ki, hamı bundan məlumatlı olsun. Dostlar, heç kim ulu öndərimizin, dövlətin ən kasıb vaxtında xalqımızın qanı və canı bahasına qurulmuş Sovet dövlətinin əmlakının öz sahiblərini, yəni xalqa miras əmlak payı kimi qaytarılması üçün imzaladığı normativ hüquqi aktların və yüksək tribunadan səsləndirdiyi tarixi sosial ədalət siyasətini sonradan qəbul olunmuş qanun qüvvəsində olmayan sənədlərlə yüz minlərlə vətəndaşın əlindən alınmasına razı ola bilməz. Bu konstitusiyamızın 149-cu maddəsinin 7-ci bəndi ilə də qadağan edilmişdir. Ancaq diqqət etməliyik dostlar. Dövriyyədə olması zamanı heç bir normativ hüquqi aktlarla ödəmə vasitəsi kimi istifadəsi qadağan olunmayan dövlət özəlləşdirmə çeklərinin tədiyə ödəmə vasitəsi kimi istifadəsi ulu öndərimiz vəfat edəndən sonra qəbul edilən qanun qüvvəsində olmayan normativ hüquqi aktlarla məhdudlaşdırıldı və 2011-ci ildən bu hüquqlar vətəndaşların əlindən tam olaraq alındı. Hesab edirik ki, bu durum konstitusiyaya ziddir və burada hesab edirik ki, bu işləri görənlər Cənab Prezidentimizin etibarından sui istifadə edərək o sənədləri hazırlayıb imzaladıblar. Bildiyimiz kimi, hər bir özəlləşdirmə payına 40 min manat kompensasiyanın verilməsi ilə bağlı iddia ərizəmizi məhkəməyə təqdim etdik. Dostlar, hamı yaxşı bilir ki, ulu öndərimiz Heydər Əliyevin imzaladığı və bugün də qüvvədə olan bu qanun və əsasnamə əsasında verilən hüquqların və öhdəliklərin sonradan qanun qüvvəsində olmayan normativ hüquqi aktlar ilə pozulması qəbul edilməzdir. Bu cinayətdir, korrupsiya halı hesab olunur. Həqiqətən də bəzi məmurlar prezidentimizin etibarından sui istifadə edərək bu sənədləri imzalamış olduğunu hesab edirik. Yəni, qanuna, dövlət özəlləşdirmə çekləri haqqında əsasnaməyə və konstitusiyaya zid olaraq ulu öndərimiz vəfat edəndən sonra qəbul edilən sənədlər ilə dövriyyədə tədiyə ödəmə vasitəsi kimi istifadəsinə birinci dəfə müddət qoyularaq məhdudlaşdırılıb və 2001-ci ildə isə vətəndaşların əlindən tam alınıb. Bu isə ümummilli liderimiz Ulu Öndər Heydər Əliyevin tarixi ədalət siyasətini pozmaq, xalqın haqqının əlindən alınması, ölkə vətəndaşlarının dövlətdən narazı salmaq, sosial gərginlik yaratmaq istəyən şəxslərin həm Cənab Prezidentimiz İlham Əliyevə, həm də dövlətə, həm də xalqa qarşı düşmənçiliyin olduğunu göstərir. Dostlar, bunları bildirdikdən sonra sizdən bir xahişim var. Bu məlumatları paylaşın ki, hamı bilsin, hamı məlumatlansın. Facebook'ta özəlləşdirmə çekləri adlı bir qrup var və biz də o qrupun üzvüyük. Mən sizin üçün şəxsən bu məsələləri elmi olaraq da araşdırıb, həmin qrupda paylaşmağa çalışıram. Diqqət edin ki, Belarusda çeklərlə özəlləşdirmə bizdən əvvəl başlayıb və bugün də davam edir. Onların özəlləşdirmə çekləri dövriyyədə tədavül vasitəsi deyil və ancaq ödəmə tədiyə vasitəsi kimi istifadə olunur. Çeklərin nominal dəyəri hər il inflyasiyaya uyğun olaraq indeksasiya olunur. Hər bir vətəndaş banklar vasitəsilə öz çeklərinin nominalına uyğun 160-dan çox müəssisənin səhmlərini əldə edə bilər. Yəni bizdə də qanunla qoyulmuş qaydaya əsasən özəlləşdirmə çeklərindən tədavül vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra Belarusda olduğu kimi çeklər qanunla ödəmə tədiyə vasitəsi kimi dövriyyədən çıxarılana qədər, yəni dövlət tərəfindən investisiya fondları yaradılana qədər istifadə olunmalı idi. Araşdırılması və şərh edilməsi vacib olan bəzi fərman maddələri ilə mülkiyyət hüququnun konstitusiya və qanunlara zidd olaraq pozulması faktlarına hakimlər göz yumdu. Bu faktlara nə özləri hüquqi qiymət verdi, nə də araşdırılması üçün konstitusiya məhkəməsinə göndərdi. Bunu
aşağıdakılar təsdiq edir. Diqqət edin. Mərhum Prezident Heydər Əliyev vəfat edəndən sonra Prezident İlham Əliyevin etibarından sui-istifadə edən oliqarx məmurlar 2004-cü ildə ilk dəfə olaraq qanun qüvvəsində olmayan fərmanla güya dövlət özəlləşdirmə çeklərindən istifadə müddətini artırmaq adı ilə ödəmə tədiyyə vasitəsi kimi müddət qoydular. Bu vaxta qədər ödəmə tədiyyə vasitəsi kimi istifadə bu gün də qüvvədə olan özəlləşdirmə qanununun 10-cu maddəsi ilə tənzimlənirdi. Yəni, qanunla özəlləşdirmə payı çekləri kimi mülkiyyət hüququnu təsdiq edən və dövlət investisiya fondları yaradılana qədər bütün özəlləşdirmə dövrü üçün dövriyyədə ödəmə vasitəsi kimi istifadəsi, mülkiyyət hüququndan istifadə qaydası, konstitusiya və qanunlarla qoyulan və qorunan bir qayda, konstitusiya və qanunlara tam zidd olaraq ilk dəfə 2004-cü ildə 75 nömrəli fərman 1.1 bəndi ilə məhdudlaşdırılaraq sonradan ləğv olundu. Eyni zamanda konstitusiyanın 149-cu maddəsinin 7-ci bədi ilə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Hamımıza məlumdur ki, mülkiyyətdən istifadə hüququ ancaq qanunla tənzimlənə bilər və normativ hüquqi aktlar haqqında Konstitusiya qanununun 64-cü maddəsinin 12-ci bəndinə əsasən, hətta qanunun olmadığı halda digər normativ hüquqi aktla qanunun predmetini təşkil edən məsələlərin hüquqi tənzimlənməsinə və onun üçün məcburi olan davranış qaydalarının müəyyənləşdirilməsinə yol verilmir. Mərhum Prezident Heydər Əliyevin imzaladığı, bu gün də qüvvədə olan özəlləşdirmə qanununun 10-cu maddəsinin tələblərinə və özəlləşdirmə qanunlarının icrası üçün özəlləşdirmə payları, çekləri haqqında 450 nömrəli fərmanla təsdiqlənmiş əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə çeklərin ödəmə tədavül vasitəsi kimi ifadəsindən, qəbulundan imtina etmək qəti qadağan olunub. Göründüyü kimi, bu tələb bütün özəlləşdirmə dövründə çeklərin ödəmə tədavül vasitəsi kimi istifadəsindən, qəbulundan imtina etməyin qadağan olunduğunu qəbul edib. Lakin, hal-hazırda özəlləşdirmə davam etsə də, çeklərin ödəmə tədavül vasitəsi kimi istifadəsinə icazə verilmir. Bu durum, çek sahibi olan vətəndaşların mülkiyyət hüququnun kobud pozulmasıdır. Lakin, bu faktın araşdırılması üçün Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət etmədi və bu qəbul edilməzdir. Belə ki, sonradan 2004-cü ildə 79 nömrəli fərmanla, 75 nömrəli fərmanla özəlləşdirmə çeklərinin dövriyyədə ödəmə tədiyyə vasitəsi kimi istifadəsinin məhdudlaşdırılması və ləğv edilməsi, konstitusiya və qanunların normativ hüquqi aktlar haqqında Konstitusiya qanununun 64-cü maddəsinin 12-ci bəndinin, o cümlədən Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndinin tələblərinə, bugün qüvvədə olan özəlləşdirmə qanununun 10-cu maddəsinin tələblərinə, mülki məcəllənin 153.3 maddəsinin tələblərinə tam ziddir. Hətta bu qayda tək fərmanla deyil, heç konstitusiyaya zidd olaraq sonradan heç qanunla da məhdudlaşdırıla bilməz. Çünki özəlləşdirmə payları, çeklər verilən zaman qüvvədə olan 1993-cü il 445 nömrəli qanunun 19-cu maddəsində imperativ qayda deyilir ki, özəlləşdirmə zamanı istifadə olunmayan özəlləşdirmə payları qanunla ancaq və ancaq dövlət tərəfindən yaradılacaq investisiya fondlarına qoyularaq dövriyyədən çıxarıla bilər. Nəticə kimi qeyd etməliyik ki, qanunla özəlləşdirmə çekləri bu gün də ödəmə tədavül vasitəsi kimi bütün özəlləşdirmə dövrü üçün istifadə olunmalıdır. Konstitusiya və qanunlara əsasən mülkiyyət hüququ və ondan istifadə heç bir zaman fərmanla məhdudlaşdırıla bilməz. Qanunların bu cür pozulması cinayətdir və korrupsiya cinayət halı hesab olunur. Heç bir fərman və hətta heç bir qanun konstitusiyon əsas olmadan vətəndaşların hüquqlarını və nə məhdudlaşdıra və nə də ləğv edə bilməz. Hüquqları pozan qanunvericilik aktları isə heç vaxt geriyə tətbiq oluna bilməz. Yəni, mülkiyyət hüququndan istifadəni heç bir zaman, heç bir fərman və nə məhdudlaşdıra, nə də ləğv edə bilməz. Hüquqşünas alimlərin öz məqalələrində yazdığı kimi, burada qanunvericilik deyiləndə qanun mənası verir və qanun anlamında işlədilib. Bu imperativ qaydadır və heç bir fərman bunu poza və ya ləğv edə bilməz. Çünki qanunvericilik obyektiv hüququn əks etdirilməsinin zahiri formasıdır və ictimai, iqtisadi, mülki münasibətləri tənzimləyən qanunların məcmusudur. Hüquq elminin nəzəriyyəsinə əsasən, burada qanunvericilik sözü birbaşa qanunun özünü ifadə edir. Bu hüquq
aksiyomadır. Dövlət özəlləşdirmə çekləri qanunla mülkiyyət hüququ olduğundan onun istifadəsi qaydası da ancaq və ancaq qanunla tənzimlənir və ancaq konstitusiya normalarına uyğun şəkildə qanunla məhdudlaşdırıla bilər. Yəni bu qanuna əsasən özəlləşdirmə payları, çekləri bu gün də özəlləşdirmədə ödəmə tədiyyə vasitəsi olmalıdır. Məhz mülki məcəllənin iddia müddətinin şamil edilmədiyi tələblər adlanan 384.0.5-ci maddəsində deyilir ki, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktın etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə iddia müddəti şamil edilmir. Mülkiyyətdən istifadə hüququ ancaq qanunla tənzimlənə bilər və normativ hüquqi aktlar haqqında Konstitusiya qanununun 64-cü maddəsinin 12-ci bəndinə əsasən, hətta qanunun olmadığı halda digər normativ hüquqi aktla qanunun predmetini təşkil edən məsələlərin hüquqi tənzimlənməsinə və hamı üçün məcburi olan davranış qaydalarının müəyyənləşdirilməsinə yol verilmir. Ali məhkəməyə xüsusi olaraq bildirmək istəyirik ki, pozulmuş insan hüquqlarının bərpası ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 3-cü hissəsinin 1 Konstitusiyasının 130-cu maddəsinin 3-cü hissəsinin 1-7 bəndlərində nəzərdə tutulmuş məsələlərin həll edilməsi üçün şikayətlərə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasının vacibliyini gözəl bilir və xahiş edirik ki, bu hüquq pozuntusunun araşdırılması üçün Konstitusiya Məhkəməsinə müraciət etsinlər. Çünki Konstitusiyanın 94-cü maddəsinin 13-cü bəndi ilə mülkiyyət hüququnun, yəni əmlaka sahib olmaq, əmlakdan istifadə etmək, onun barəsində sərəncam vermək hüquqları yalnız qanunverici orqan olan Milli Məclis tərəfindən ancaq qanunla tənzimlənə bilər. Konstitusiyanın qoyduğu bu qaydanı mülki məcəllə də təsdiq edir. Məhz mülki məcəllənin 153.3-cü maddəsinə əsasən əmlakin fiziki və ya hüquqi şəxsi mülkiyyətində Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlakin mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Mülki məcəllənin iddia müddətinin şamil edilmədiyi tələblər adlanan 384.0.5 maddəsində yazılır ki, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktın etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə iddia müddəti şamil edilmir. Bundan başqa, mərhum Prezident Heydər Əliyevin tarixi sosial ədalət siyasətini və qanunla qoyulan qaydaya əsasən 2000-ci ildə fərmanla qəbul olunmuş dövlət özəlləşdirmə proqramının ilk redaksiyasının 7.2 və 7.4 bəndində deyilirdi ki, dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarıldıqdan sonra əmlaklar pul hərracında satılacaq. Göründüyü kimi, burada tədavüldən deyil, dövriyyədən çıxarıldıqdan sonra deyilir. Çünki dövlət özəlləşdirmə çekləri dövriyyədə qaldığı müddət ərzində qanunla bütün özəlləşdirmə dövrü üçün orta və iri müəssisələrin özəlləşdirilməsi zamanı 65% əmlak dəyəri həcmində ödəmə vasitəsidir. 22 iyun 2010-cu il tarixli 283 nömrəli fərmanla bu bəndləri dəyişdirilib. Əvəzində sonradan 2008-ci ildə hüquqi terminlərlə manipulyasiya edilərək konstitusiya və qanunların qanunlar kobud şəkildə pozuldu və özəlləşdirmə çekləri dövriyyədən deyil, tədavüldən çıxarıldığı halda yazıldı. Bu isə konstitusiya qanunları və beynəlxalq insan hüquqlarının çox kobud pozuntusudur. Əgər dövlət qanunla əmlak payı kimi təminat olaraq verdiyi çeklərin üzərində aydın yazılıb ki, özəlləşdirmə payları çekləri ilə özəlləşdiriləcək orta və iri müəssisələrin 65%-i xalqa, vətəndaşlara məxsus dövlət əmlaklarının pulla satmaq istəyirsə, konstitusiyaya və qanunlara əsasən mülkiyyət hüququ olan özəlləşdirmə çeklərinin paylarının dəyəri əvvəlcədən ödənilməklə çekləri dövriyyədən çıxarılmalı idi. Bu da cənab prezidentin etibarından sui-istifadə edən oliqarx məmurların və hüquqşünasların cinayəti və hiləsidir. Qanunla özəlləşdirmə paylarının çeklərinin dövriyyədə tədavül müddətinin fərmanla məhdudlaşdırılması onların qanun, konstitusiya və beynəlxalq hüquqla müəyyən olunmuş mülkiyyətdən istifadə hüququnu, yəni dövriyyədə ödəmə tədiyyə vasitəsi kimi istifadəsinin heç bir halda məhdudlaşdırıla bilməməsidir. Yəni dövriyyədə
olduğu müddətdə özəlləşdirmə çekləri qanunla həmişə ödəmə tədbiyə vasitəsi kimi istifadə olunmalı idi. Göründüyü kimi, dövlət özəlləşdirmə çekləri qanunla verilib, mülki məcəllədə mülkiyyət hüququ verən qiymətli kağız olduğu açıq-aydın yazılıb. Bu isə o deməkdir ki, sonradan qəbul olunan heç bir qanun və ya fərman bu çeklər verilən zaman qüvvədə olan qanun qaydalarını konstitusiyaya zidd olaraq nə məhdudlaşdırıla, nə də ləğv edilə bilər. Lakin məhkəmələr qanun və konstitusiyanın pozuntularını sübut edən bu hüquqi faktları araşdırmadı. Hörmətli deputatlar, xüsusən də ixtisasca hüquqşünas olanlar, Cənab Prezident hüquqşünas deyil. Bəli, hüquqşünasların və məmurların səhvləri üzündən yaranmış bugünkü vəziyyət qəbul edilməzdir. Bu şəxslərin hərəkətləri mərhum Prezident Heydər Əliyevin qurduğu dövlətin tarixi ədalət siyasətini konstitusiya və qanunla pozmaqla birlikdə həm də dövlətçiliyimizə, ölkəmizin gələcəyinə və Cənab Prezident İlham Əliyevin xalqın arasındakı sarsılmaz hörmətinə zərbə vurmaq məqsədi daşıdığını hesab edirik. Ədalətli və vicdanlı olanlardan xalqa kömək etmənizi xahiş edirik. Tezliklə Milli Məclis tərəfindən araşdırma aparılmasına qərar veriləcəyinə inanırıq. Bir sözlə, 10 illik müddətlə bağlı Bakı İnzibati Məhkəməsinin qərarının ikinci hissəsi konstitusiya və qanunlara tamamilə ziddir. Belə ki, məhkəmə mülkiyyət hüququnun fərmanlarla prezident pozulduğunu bilə-bilə 10 illik iddia müddətinin götürüldüyünü deyir. Hansı səbəbdən bu məlum deyil. Yəni, məhkəmələrin müddəti ilə bağlı yanaşması qanunvericiliyin maddi və prosesial normalarına ziddir. Çünki mülki məcəllənin iddia müddətinin şamil edilmədiyi tələblər adlanan 384.0.5 maddəsində yazılır ki, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktın etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə iddia müddəti şamil edilmir. Cənab Prezidentin etibarından sui-istifadə edərək bəzi fərmanlara, konstitusiya və qanunlara ziddi maddələr əlavə edənlər öz səhvlərini boyunlarına alaraq düzəltmək əvəzinə yenə də məhkəmələrə təzyiq yolu ilə öz günahlarını Cənab Prezidentin üstünə atmağa çalışırlar. Məhkəmə hansı səbəbdən qanunun bu maddəsini inkar edib? Bu barədə hakimlər susurlar. Hüquqşünas alimlərin dediyi kimi, korrupsiya cinayəti olan bu hüquq pozuntusu 50-100 ildə keçsə, məhkəmə və hakimlərin cinayəti, oliqarx məmurların dövlət cinayəti, tarixi, sosial, iqtisadi ədalətsizlik, xalqa qarşı düşmənçilik kimi xalqın yaddaşında qalacaq. Ən əsas məsələ ondan ibarətdir ki, bu problem ölkə daxilində öz həllini tapmasa, vətəndaşların Avropa İnsan Hüquqları Məhkəməsinə və Birləşmiş Millətlər Təşkilatının komissiyalarına müraciət ediləcəyi qaçılmaz olacaq. Bu isə dövlətçiliyimizin və Cənab Prezidentin ivicinə ziyan vurmaq istəyən oliqarx məmurların xəyanətidir. Bu səbəbdən ölkə daxilində ali məhkəmə tərəfindən bu problemin tam araşdırılması və səhvlərin aradan qaldırılması çox vacibdir. Biz bu barədə ali məhkəmənin sədri İnam Kərimova, Prezident aparatında Fuad müəllimə ərizə ilə müraciət edərək səhvlərin aradan qaldırılması üçün ölkə daxilində düzgün araşdırılmasına nəzarət edərək köməklik etmələrini, Cənab Prezidentə düzgün məlumat çatdırmalarını xahiş etmişik. Bəzi məmurların Cənab Prezidentin etibarından sui-istifadə nəticəsində konstitusiya, qanunların və beynəlxalq hüququn pozulması ilə uzun illərdir davam edən özəlləşdirmə zamanı vətəndaşların mülkiyyət hüquqlarının pozulmasının və hüquqi səhvlərin aradan qaldırılması, Cənab Prezidentin dövlətimizi və xalqımızı sevən bütün qeyrətli məmurların, deputatların və hakimlərin qeyrət borcudur. Cənab Prezidentə və xalqa qarşı düşmənçiliyə son qoyulmalıdır. Cənab Prezident özəlləşdirmə çeklərini dövriyyədən çıxarmayıb. Bir məsələ də mütləq qeyd edilməlidir. Diqqət edin. Cənab Prezidentin 28 dekabr 2022-ci il tarixli 1933 nömrəli fərmanı ilə Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin ikinci dövlət proqramının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanında dəyişiklik edilmişdir. Bu arada yazılır 4-cü bənd. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi dövlət özəlləşdirmə paylarının, çeklərinin və dövlət özəlləşdirmə opsiyonlarının istifadəsi üçün qanunvericilik çərçivəsində lazımi şərait yaradılsın. Deməli, yəni yeni özəlləşdirmə qanununda özəlləşdirmə paylarının, çeklərinin yenidən ödəmə tədbiyə vasitəsi kimi istifadə olunması planlaşdırılır. Və bu işlər əmlak məsələləri dövlət xidmətinə deyil, birbaşa nazirliyin özünə tapşırılıb. Güman edirik ki, tezliklə böyük özəlləşdirmə qanunu ilə çeklərin
inflasiyasından qorunan yeni qiymətlər qoyularaq dövriyyədə yenidən ödəmə tədbir vasitəsi kimi istifadə olunacaq. Salih xanım, o ki qaldı sizin verdiyiniz o özəlləşdirmə paylarının dəyəri barəsində bilirik ki, 93-cü illə bugünün arasında neçə dəfə inflyasiya gedib bizim ölkəmizdə. Hətta pul dəyişilibdir, yeni pul dövrüyə buraxılıb. Bunların hamısını nəzərə alıb da hüquqşünaslar hesablayırlar ki, ən azı o vaxtı o hesablamanın nəticəsində $2000 elan olunmuşdursa, Dövlət Əmlak Komitəsi tərəfindən onun dəyəri, bir çekin dəyəri $2000 idisə, bugün 10 dəfə inflyasiya nəzərə alındı $20.000 eləyir. Amma hətta hüquqşünaslar, belə alimlər, iqtisadçılar hesablayırlar, deyirlər ki, bu ən minimumdur. Bu daha çox ola bilər. 50.000 ola bilər, 100.000 olar biz Azərbaycan puluyla. 40.000 minimum hədd olaraq qeyd olunur ki, minimum 40.000 manat. Özəlləşdirmə çekləri qanunla 40.000 manat əmlak dəyərindədir. Diqqətlə qulaq asın. Sizə bu barədə təzə xəbərlərimiz var. Dostlar, özəlləşdirmə çekləri olan bəzi vətəndaşların deputatlara olan müraciəti, şikayəti öz bəhrəsini verməyə başlayıb. Belə ki, vətəndaşların şikayətinə cavab olaraq artıq ondan çox deputat mətbuat vasitəsilə xalqa dəstək verib, hökumətə çağırışlar ediblər. Dostlar, bu məlumatları bütün qohum və dostlarınıza göndərin, Facebookda paylaşın. Hamı bilsin ki, öz əmlak payını tələb edənlərin və şikayət edənlərin sayı artsın. Dostlar, deputat Zahid Oruç deyib ki, Milli Məclisin payız sessiyası yeni başlayıb. Bu məsələ ilə bağlı fürsət düşən kimi fikirlərimi səsləndirəcəm, dövlətin ali rəhbərliyinə çağırış edəcəm. Çünki həqiqətən də özəlləşdirmə çekləri ilə bağlı problem qalmaqdadır və burada insan hüquqları pozulmaqda davam edir. Hesab edirəm ki, bu məsələ birdəfəlik həllini tapmalıdır. Deputat Fazil Mustafa deyib ki, əllərində qiymətli kağızları, yəni çekləri qalmış insanların problemləri ilə tanışam. Onlar hüquqlarının pozulması iddialarında qanunla haqlıdırlar. Görünən odur ki, bu problemin həllində maraqlı olmayanlar var. Çox yaxşı olardı ki, çeklər problemi tezliklə aradan qaldırılsın. İnsanların pozulan hüquqları bərpa olunsun. Bunun da yolu var. Hesab edirəm ki, məsələyə bir dəfəlik nöqtə qoyulması üçün müvafiq komissiya yaradılmalıdır. O komissiya tez bir zamanda araşdırma aparmalı, çeklər məsələsi ilə bağlı təkliflərini hazırlamalı və dövlətə təqdim etməlidir. Müvafiq qərarla problemə nöqtə qoyulmalıdır. Deputat Aqil Abbas deyib ki, haqlı olaraq vətəndaş deyir ki, Ulu Öndər tərəfindən verilən, üzərində müddət qoyulmayan qiymətli kağız qiymətsiz ola bilərmi? Ona görə də düşünürəm ki, hökumət bu məsələyə bir əncam çəkməlidir, insanımızın pozulan hüququ bərpa olunmalıdır. Deputat Vüqar Bayramov deyib ki, dövriyyəyə buraxılmış çeklərin 80% istifadə olunub, 20% isə istifadə olunmayıb. Necə deyərlər, çeklər əllərdə qalıb. Bu isə həmin 20% insanın bir növ hüquqlarının pozulmasıdır. Mövcud qanunlara görə bütün özəlləşdiriləcək dövlət əmlakının 65% özəlləşdirmə payı sahibləri olan vətəndaşlara məxsusdur. Amma bundan indi əlində çek olan vətəndaşlar yararlana bilmirlər. Təklif edirəm ki, özəlləşdirmə paylarının yenidən istifadəsi ilə bağlı hökumət tərəfindən müəyyən mexanizmlər işlənib hazırlansın. Praktikada həyata keçirilsin. Gələn ilin dövlət büdcəsi müzakirələrində fürsət yaranarsa problemi bir daha gündəmə gətirməyə çalışacağam. Ümid edirəm ki, hüququ pozulan insanların haqqı özlərinə qaytarılacaq. Deputat Razin Nurullayev deyib ki, vətəndaşların hüquqları pozulub. Hazırda milyon yarımdan çox özəlləşdirmə çekləri vətəndaşlarda qalmaqdadır. Uzun illərdir ki, vətəndaşlar bu çeklərin nə vaxtsa yenidən istifadə edə biləcəklərinə ümid edirlər. Bu fikirlərində haqlıdırlar. Çünki özəlləşdirmə paylarının üzərində istifadə müddəti yoxdur. Əgər vətəndaş ondan istifadə edə bilməyibsə, o zaman bundan istifadə hüququ var. Dövlət özəlləşdirmə çekləri sahəsində vətəndaşlar qarşısında olan borcunu yerinə yetirə bilməyib və biz bunu boynumuza almalıyıq. Qarşıdakı iclaslarda imkan düşdüyü halda özəlləşdirmə çekləri məsələsini yenidən parlament tribunasında səsləndirəcəm. Bilirsiniz, bu məsələ bir dəfəlik həll olunmalıdır, deyərək Razi Nurullayev vurğulayıb. Deputat Azər Bayramov deyib ki, bugün də hesab edirəm ki, əllərində yararlama bilmədikləri vauçerlərə qalan vətəndaşların haqlarının bərpasına ehtiyac var. Aidiyyəti qurumların vətəndaşın xeyrinə qərar verəcəyinə inanıram. Yenə də lazımi qurumlara müraciət edirəm ki, vətəndaşlarımızı narazı salan bu problemin həlli ilə bağlı addım atılsın. Deputat Məlahət İbrahim qızı deyib ki, nəzərə almaq lazımdır ki,
Bu çeklər dövlətin qiymətli kağızıdır. Dövlətin qiymətli kağızı isə qiymətsiz, adi kağız parçasına dönməməlidir. Əlbəttə, aidiyyəti qurumlar bu məsələyə biganə qalmamalıdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ədalətli dövlətdə yaşayırıq. Ölkə başçımız hər bir vətəndaşın probleminin həllinə diqqət göstərir. İnanıram ki, bu məsələ də müsbət həllini tapacaq. Milli Məclisə müraciət olunubsa, məsələyə baxılacaq. Çünki Milli Məclis rəhbərliyi də, deputatlarımız da, aidiyyəti komitələr də müraciətlərə həssas yanaşırlar, deyə vurğulayıb. Deputat Arzuxan Əlizadə deyib ki, hüquqşünasların rəylərinə əsasən deyə bilərəm ki, vətəndaşlar haqlıdırlar. Zamanında bu çeklər vətəndaşlara ona görə verildi ki, özəlləşdirmədə yaxından iştirak edə bilsinlər. Amma bu proses bir qədər fərqli icra olundu. Səbəb və nəticələr barədə uzun-uzadı danışmaq olar. Amma indiki reallıqda fakt budur ki, dövlətin verdiyi qiymətli kağızlardan istifadə edə bilməyənlər var və bundan istifadə onların haqqıdır. Dövlət də həm öz qiymətli kağızına, həm də qiymətli kağızından yaralana bilməyən vətəndaşlarına sahib çıxmalıdır. Görünən odur ki, məsələnin həll olunmasını istəməyən qüvvələr var. Amma vətəndaşın narazılığına baxmayaraq, vətəndaşların narazılığına baxmaq, hüququnu bərpa etmək lazımdır ki, vətəndaş da dövlətinin ədalətinə inansın. Milli Məclisdə bu məsələ ilə bağlı dinləmə də təşkil etmək olar. Deputat Asim Mollazadə deyib ki, minlərlə insan hüquqsuz duruma düşüb. Qanunlara zidd olaraq qiymətli kağızları da qiymətsiz kağız parçasına çevrilib. Düşünürəm ki, bu məsələyə yenidən qayıtmaq, problemi kökündən həll etmək mümkündür. Dövlət qurumlarının bununla bağlı qərar verməsi vacibdir. Deputatları vətəndaşın hüququnun bərpa olunması istiqamətində addım atmasına çağırıram. Deputat Elşad Musayev deyib ki, çek məsələsində vətəndaşların pozulan hüquqlarının bərpası mütləqdir. Özəlləşdirmə prosesində çox ciddi nöqsanlar yaşanıb, korrupsiya halları olub. Dövlətin ona verdiyi qiymətli kağızı əlində qiymətsiz hala düşən insanlarımızın şikayətinə həssaslıqla yanaşılmalıdır. Onlar haqlı olaraq bu özəlləşdirmə payından istifadə hüququnun bərpası istəyirlər. Hesab edirəm ki, hökumət insanların hüquqlarını bərpa etməlidir. Hesab edirəm ki, insanların hüquqlarının bərpası lazımdır. Əgər Milli Məclisə çek sahiblərinin müraciəti varsa, yəqin ki, aidiyyəti komitələrə yönləndirilib və baxılacaq. Artıq 8 aydır Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasında iş üzrə icraat aparılır. Ancaq Ali Məhkəmə inzibati işlərə baxan zaman qanunvericilikdən müddət müəyyən olunmayıb, deyərək işi uzadır. Bəs bu nə vaxta qədər davam edəcək və nə etmək lazımdır? Əziz bacılar və qardaşlar, qeyrət vaxtıdır, öz-özünüzə kömək edin. 1, 2 və ya 10 çek olmasının fərqi yoxdur. Hər biriniz öz ailəniz adından deputatlara şikayət etməliyik. Hər bir vətəndaş öz seçki dairəsində olan deputata, hətta başqa deputatlara da şikayət edə bilər. Əgər deputat sizin şikayətə laqeyd qalarsa, bu deməkdir ki, həmin deputat Ramiz Mehdiyevin adamıdır və xalq düşməlidir. Dostlar, Cənab Prezident hüquqşünas deyil. Deməli, o deputat özəlləşdirmə çekləri, miras, əmlak payları ilə əlaqədar olan konstitusiya və qanunların pozulması, xalqa qarşı düşmənçilik və korrupsiya əməli törədən fərmanların hazırlanmasına cavabdeh olan Ramiz Mehdiyevi və Prezident administrasiyasında birbaşa Ramiz Mehdiyevə işləyən hüquqşünasları yox, Cənab Prezident İlham Əliyev günahkar bilir və bu səbəbdən də susaraq Ramiz Mehdiyevə bəraət qazandırmağa çalışır. Dostlar, mətbuatda artıq Milli Məclisin sədrinə və bütün deputatlara bir çox saytlar vasitəsilə açıq müraciətlər yazılıb. Bu videonun rəy yerində onlarla tanış ola bilərsiniz. Yəni sizin yazacağınız şikayət mətbuatda artıq var. Lakin vəkillər və hüquqşünaslar məsləhət görürlər ki, ailəsində özəlləşdirmə çekləri olan bütün ölkə vətəndaşları mütləq şəkildə hamı öz ailəsi adından deputatlara və Milli Məclisin sədri Sahibə xanıma müraciət etməlidir. Seçkidə iştirak etmişsiniz və ya etməmişsiniz, bunun heç bir fərqi yoxdur. O deputat sizin deputatdır. Dostlar, ümumiyyətlə tanıdığınız bütün deputatlara şikayət edə bilərsiniz. Deputatın vəzifəsi bütün vətəndaşlara kömək etməkdir. Deputatlar hər ay azı 3 dəfə həm Bakıda, həm də rayonlarda qəbul edirlər. Dostlar, aşağıda bu videonun rəy yerində qoyulmuş 2 link var. Biri hazır şikayət formasıdır. Link biraz gec açılır, gözləyin.
İkinci linkdə isə 124 deputatın qəbul günləri və köməkçiləri ilə əlaqə yaratmaq üçün telefon nömrələri var. Onlara mütləq zəng edin. Qəbul günlərini öyrənin. Şikayət formasında olan müraciətdə hər şey hazırdır. Siz sadəcə əvvəlində tanıdığınız deputatın adını yazıb axırda qol çəkməlisiniz. Hər biriniz bu işdə başqasına, bir-birinizə yardımcı olmalıyıq. Dostlar, bütün hüquqşünaslar və vəkillər problemin müzakirəsinin təcil olaraq Milli Məclisə başlamasının və Milli Məclis tərəfindən komissiyanın yaradılması üçün hər bir vətəndaşın deputatlara mütləq şəkildə şikayət etməsinin vacibliyini bildirirlər. Heç bir vətəndaşın şikayəti cavabsız qala bilməz. Yorulduq, bezdik deməyin. Biz yaşlı insanlar 8 ildir əlimizdən gələn edirik ki, sizlərə kömək edək. Siz də öz-özünüzə kömək edin, oxuyun, yazın, haqqınızı tələb edin və mübarizə aparın. Yoxsa övladlarınız da sizə baxıb kölə kimi yaşamağa davam edəcəklər. Bunun üçün Milli Məclisdə 10 deputat deyil, bütün deputatlar xalqa dəstək verməlidir. Yəni Zahid Oruç və başqa deputatlar problemi qaldıran zaman bütün deputatlar bu problemin təcil olaraq Milli Məclisdə müzakirəsini və təcil özəlləşdirmə əmlak payları, çekləri barədə komissiyanın yaradılmasını təklif etməlidirlər. Çünki Milli Məclisin sədri Sahibə xanım həm bizim ona göndərdiyimiz şikayətlərə və müraciətlərə cavab vermir, həm də Milli Məclisdə özəlləşdirmə çekləri barədə xalqı dəstəkləyən deputatları susturmağa çalışır. Onlara hədə qorxu gəlir. Diqqət edin. Statistikaya görə özəlləşdirmə payları qalan, yaşlı nəsildən olan vətəndaşlardan hər il 1,5% dünyasını dəyişir. Özəlləşdirmə paylarını satmayıb, ümidlə saxlayan 1 milyon vətəndaşdan ildə 15 bin insan dünyasını dəyişir. Bu isə o deməkdir ki, özəlləşdirmə çeklərini satmayıb, ümidlə saxlayan 1 milyon vətəndaşlardan 2011-ci ildən sonra son 15 ildə öz halal miras əmlak payını almadan, oliqarx məmurlar tərəfindən konstitusiya və qanunların pozulması nəticəsində hüquqları tapdalanaraq ölənlərin sayı 200 mindən çoxdur. Hər ay 1250 insan, yəni deputatların və məmurların xalqın probleminə biganə qaldığı hər gün 41 insan öz haqqına çatmadan dünyasını dəyişir. Biz hamımız bunları bilməliyik. Rəydə öz xeyir duanızı yazın. Xahiş edirik, mütləq Facebookda özəlləşdirmə çekləri qrupunda paylaşın. Çoxlarının uşaqları və nəvələri bu çeklərin gələcəyə təminat verən miras əmlak payı olduğunu, əmlak dəyərinin qanunla ən azı 20 min dollar olduğunu bilmir və ucuz qiymətə qara bazar alverçilərinə satır. Dostlar, sizcə bugün Milli Məclisdə müzakirə etmək üçün bundan vacib nə ola bilər? Ancaq bəzi deputatlar heç vətəndaşları saymırlar və şikayətləri oxumaq belə istəmirlər. Bu səbəbdən onların qəbuluna gedib şikayəti birbaşa özlərinə vermək və üzlərinə oxumaq lazımdır. Ramiz Mehdiyevə cinayət işi açılması çox müsbət haldır. Ancaq məhkəmə hüquq sistemində onun köməkliyi ilə vəzifə tutanlar bugün də at oynadırlar. Dostlar, hamı bilməlidir ki, konstitusiya və qanunların pozulması nəticəsində mülkiyyət hüququndan istifadənin fərmanla məhdudlaşdırmaq və ləğv etmək korrupsiya cinayətidir. Dostlar, cənab prezident hüquqşünas deyil. Cənab prezident heç vaxt atası Ulu Öndər Heydər Əliyevin tarixi sosial-iqtisadi ədalət siyasətini, xalqa vədini pozan və korrupsiya cinayəti yaradan belə bir fərmana bilə-bilə qol çəkməzdi. Bu dövlət cinayətinin müəllifi olan Ramiz Mehdiyevin cənab prezidentin etibarından sui-istifadə edərək törətdiyi ən ağır dövlət cinayətidir. Xalqa qarşı düşmənçilikdir. Yəni bugün qanunun fərmanla dayandırılması nəticəsində özəlləşdirmə çekləri olmadan dövlət əmlaklarının pulla satılması korrupsiya cinayətidir. Dostlar, hüquqşünaslar hər bir vətəndaşın bu şikayəti mütləq oxumasını və ailəsi adından öz deputatlarına verilməsini vacib sayırlar. Və bunu bütün vətəndaşların edəcəyi təqdirdə mütləq tezliklə müsbət nəticə verəcəyinə əmindirlər. Xahiş edirik, hər imkan olanda Facebookda, qruplarda paylaşın. Hamı bilsin, hər paylaşanda 50-100 adam görür. Azərbaycan Dövlət Universitetinin hüquq professoru Fərhad Mehdiyevin də dediyi kimi, əgər deputat vətəndaşın mülkiyyət hüququnun pozulmasına, əmlak payının məmurlar tərəfindən yeyilməsinə laqeyd qalırsa, deməli o deputat əclafdır. Sizin və uşaqlarınızın, gələcəyinizin və bütün xalqın düşmənidir. Deməli o deputat cənab prezidentin də düşmənidir. Çünki o fikirləşir ki, bu cinayəti Ramiz Mehdiyev yox, cənab prezident bilə-bilə edib.
Sizcə cənab prezident öz atasının imzaladığı konstitusiyanı, qanunları və fərmanları belə pozardımı? Sizcə cənab prezident korrupsiya halı yaradan atasının xalqa vədini pozan hər hansı bir sənədə bilə-bilə qol çəkərdimi? Biz inanırıq ki, cənab prezidentə düzgün və tam məlumat çatan kimi haqq ədalət çox tez bir zamanda öz yerini tapacaq. Bu səbəbdən xahiş edirik aktiv olun. Dostlar, əgər bütün 124 deputatın hamısı bu barədə Milli Məclisdə danışarsa, bu problemin cənab prezidentə çatması və tez bir zamanda tam həlli deməkdir. Allah heç kimin zəhmətini əvəzsiz qoymur. Bir-birinizə kömək edin. Paylaşaq, birləşək, haqqımızı birlikdə tələb edək. Dostlar, hətta bəzi deputatlar dövlət qiymətli kağız olan özəlləşdirmə çeklərinin dövriyyəsi, tədavül və tədiyyə vasitəsi nə olduğunu bilmirlər. Dövriyyəyə buraxılma hər hansı mülkiyyət hüququ verən daşınar və ya daşınmaz əşyanın, o cümlədən qiymətli kağızların istehsal olunaraq əvəzli və ya əvəzsiz olaraq verilməsidir. Məsələn, pullar dövriyyədə tədiyyə ödəmə vasitəsidir. İstiqrazlar isə dövriyyədə tədavül vasitəsidir. Yəni satıla və banka girov qoyula bilər. Özəlləşdirmə paylarının, çeklərinin başqa qiymətli kağızlardan üstün cəhətlərindən biri də odur ki, onlar dövriyyədə həm bütün özəlləşdirmə dövrü ödəmə tədiyyə vasitəsi olması və 3 illik tədavül vasitəsi kimi istifadə olunması birbaşa qanunla tənzimlənib. Özəlləşdirmə payları, çekləri qanunla 3 illik tədavül vasitəsi idi. Yəni bu 3 ildə çeklər satıla və bankda girov qoyula bilərdi. Bu ən çox investorlar və çeklərini satmaq istəyənlər üçün maraqlı idi. Diqqət edin, ancaq özəlləşdirmə çeklərini satmayan vətəndaşlar və investorlar üçün qanunla özəlləşdiriləcək orta və iri müəssisələrin 65%-nin dəyərinin ödənilməsi zamanı çeklər bütün özəlləşdirmə dövründə müddətsiz olaraq ödəmə tədiyyə vasitəsi idi. Özəlləşdirmə qanunlarının icrası üçün Heydər Əliyevin imzaladığı və bugün də qüvvədə olan özəlləşdirmə payları, çekləri haqqında əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə ödəmə vasitəsi kimi çeklərin qəbulundan imtina etmək qəti qadağan olunub. Yəni, tədavül vasitəsi kimi çeklərin dövriyyədə istifadəsi qanunla dayandırıla bilər. Ancaq qanun bu halda özəlləşdirmə paylarının yenə də dövriyyədə qalmasını və ödəmə tədavül vasitəsi kimi bütün özəlləşdirmə dövrü üçün istifadəsini birbaşa tənzimləyib. Bugün qüvvədə olan özəlləşdirmə qanunu 10-cu maddəsi və bugün də qüvvədə olan 450 nömrəli fərmanla təsdiqlənmiş özəlləşdirmə çekləri haqqında əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə ödəmə vasitəsi kimi çeklərin qəbulundan imtina etmək qəti qadağan olunub. Eyni zamanda 1993-cü il 445 nömrəli qanunun 19-cu maddəsi ilə imperativ qayda olaraq özəlləşdirmə zamanı istifadə olunmayan özəlləşdirmə payları qanunla ancaq və ancaq dövlət tərəfindən yaradılacaq investisiya fondlarına qoyularaq dövriyyədən çıxarıla bilər. Dostlar, hüquqşünas alimlərin də dediyi kimi, bugün mülkiyyət hüququ ilə bağlı konstitusiya, qanunlar və beynəlxalq insan hüquqları çox kobud şəkildə pozulmuşdur. Hər bir vətəndaş bilməlidir ki, bugün qüvvədə olan özəlləşdirmə qanununun 10-cu maddəsi ilə dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi, Azərbaycan Respublikasının tədiyyə vasitəsi, manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları, çekləri hesab olunur. Diqqət edin, konstitusiya və qanunlara əsasən əmlakin fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olmayaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Yəni, Ramiz Mehdiyevin hazırladığı və prezidentin etibarından sui-istifadə edərək, xaincəsinə aldadaraq imzalatdığı fərmanla özəlləşdirmə çeklərindən ödəmə tədiyyə vasitəsi kimi istifadəsi nə məhdudlaşdırıla bilər və nə də dayandırıla bilər. Bu hal qanunvericilikdə korrupsiya cinayəti sayılır. Paylaşaq, birləşək, haqqımızı birlikdə tələb edək. Diqqətinizə görə təşəkkür edirəm.